Salam əziz izləyicilər, Türkiyənin BMC şirkəti kirpi askeri maşınını düzəltdi. 13 nəfərlik tutumu olan, tam hər şeydən qoruyan, qoruyucu maşınıdır. Hər davalarda dünyanın çox müharibə zonalarında iştirak edən bu maşın 2014-cü ildə eksporta verilmişdir və Türkiyənin belə deyək də öz motor düzəldən, öz zırhlı maşınlarını düzəldən BMC şirkəti artıq dünyanın çox yerinə bu maşınların növ maşınlarını dünyanın çox döyüş bölgələrinə göndərib və hal-hazırda da Ukrayna döyüşündə tam sağlam özünü göstərən, tam möhkəm özünü göstərən maşınlardır və Ukrayna dövləti bu maşınlardan daha sifarişləri verməyə başlayıb. Yəni öncədən Hammer maşınları idi, artıq Türkiyənin zırhlı maşınları kirpi maşınlarıdır. 60 kilometr gedən bu maşınlar üstəlik də silah da daşıyır. Yəni bu ağırlığa, yəni bu korpusa görə, güllə keçirməməyinə görə sürət normaldır, yaxşıdır. 13 nəfərlik tutum da, yəni əslində belə maşınlar üçün dünya praktikasında olan digər maşınlar üçün daha çoxdur. Əsas əskəri sağ-salamat məntəqəyə çatdırmaqdır. Sağ olun əziz izləyicilər, kanalımızda qalın. Daha çox yeni hərbi texnologiyaları olacaq bizim kanalımızda. Baxaq əziz izləyicilər.